Evdən çıxdım, gedirəm zala. Artıq qərarı almışam ki, həftənin 1, 3, 5-ci günləri idman zalına gedim. Dostumla gedəcəkdim bir yerdə. Həmişəki kimi yatıb qalıb. O gecələr gedir bowlinga oynayır. Mən o qədər həvəsim olmur. Gözlədim. Saat artıq 10-dur. Bir saat 10-da orada olmalıydı. Çünki belə planlamışdıq. Durmadı deyə məcburam özüm tək gedirəm. Çöldə şaxta da əslində 8-10 dərəcə şaxta var. Hava soyuğu sevdiyimə görə mənə xoşdur. Papaq qoymağımın səbəbi saçımı daramaq tənbəlliyi idi. Ona görə papaq qoymuşum. Güya papaq qoymuşum. Bu niyə almışdım? Bu İrlandiyalıların əl işidir. Çox xoşuma gəlmişdi. Ona görə bunu almışdım. Sən Amerikada uğur qazanmaq istəyirsən. Buna görə kanalıma abunə ol və məni izlə. Dırırıy getdik. Maşın cehizi var gəlnimin ay gəlnimin. Amerikada yolda maşın sürəndə istədiyin kimi özünü apar. Oxu maşında oyna, nə istəyirsən elə. Heç kim sənə pis gözlə baxmır. Heç kim sənə pis söz demir. İnsanlar sənin şənləndiyini görürlər. Biraz da gülürlər. Onlara maraqlıdır. Onlar gülən adam görəndə biraz da sevinirlər. Görürlər ki, sən gülürsən, gülürlər. Yoxsa mən Azərbaycanda maşında belə hərəkətlər eləsəydim, təbii ki, deyirlər, baş xarabdır. Bəli, desinlər, başım xarabdır, bu mənə xoşdur. Əsas odur ki, mən bundan zövq alıram. Qutardı getdi. Kim nə deyəri mən heç vaxt düşünməmişəm. Həyatımda ümumiyyətlə heç vaxt onu düşünməmişəm ki, görəsən kim nə deyər mənim haqqımda. Elə bir narahatçılığım olmayıb həyatımda. Ona görə rahatam. Ona görə biraz anormal baxırdılar həmişə mənə. Ki, Azərbaycanda tanıdıqlarım, indi Bakıda, Lənkəranda tanıdıqlarım biraz anormal baxırdılar ki, bu yaxşıdır da, rahat, yaxşıdır, ay qaqaş. Amma mən belə olmağı sevirəm. Mən təbii olmağı sevirəm. Bu mənim reallığımdır. Mənim getdiyim idman zalı necə bir yerdir? Adı LA. LA Fitness. LA Fitness'dir. Açıqlamasını bilmirəm nədir onun. Açılışı nədir LA-in? Yəqin ki, Los Angeles'da orada başqa bir şeydir təbii ki. Orada gözəl atmosfer var. Birinci mənim hər bir şeydə gözlədiyim budur. Yerin atmosferi. Atmosfer gözəldir, müsbət, pozitivdir. Və o pozitiv atmosferə yanına oradakı idman alətlərini qoyuruq, sonra yanına baseyni qoyuruq, jacuzzini qoyuruq, saunanı qoyuruq. Dəhşət. Bir də çay verərsən. Yəni ki, belə. Gözəl yerdir. Amerikada şəbəkədir, böyük şəbəkədir. Onların böyüklüyün miqyasını düşünəndə şok oluram ki, bu boyda Amerikada, yəni bu boyda ştatlarda sən belə şeylər düzəldəsən, nə büdcə buna lazımdır, nə sərmayə olmalıdır ki, sən hər ştatda bu boyda, yəni bir dənə də bir ştatda nə bilim onlarlandır, yüzlərləndir, nə qədərdir bilmirəm. Çoxdur, yəni sən bunu hər ştatda belə bir idman zalı açmaq biraz şeydir. Adam düşünür ki, buna nə sərmayə, bunlar nə pul qazanırlar, necə pullar qazanırlar ki, bunlar belə şey deyirlər, amma gözəl şeydir. Aylığı nə qədərdir? Məndə aylıq $43 ödəyirəm. Bütün Amerikada, bütün ştatlarda daxil ola bilərəm və özümlə $43 onu ödəyirəm ki, özümdən bir dostumu da apara bilirəm. Mənim istifadə edə biləcəyim hər şeyi o da istifadə edə bilir. Amma dostumda, onda da həmin şeydir. Ayda $43'dır. O 2 dostun ya 3 dostunu apara bilir. Amma onda limit oradadır ki, o ancaq PA-də, yəni Pensilvaniya ştatında bunu edə bilir. Mənim akkauntumsa elədir ki, mən Amerikanın istənilən ştatında LA Fitness-ə gedə bilir. Yəni fərq akkauntlarımızda odur. Onda plus odur ki, o 2 plus dost apara bilir. Məndə plus odur ki, bir dostla bütün ştatlarda bunu həyata keçirə bilirəm. Nəzərə alsaq ki, mən də ştatlarda LA üçün gəzən deyirəm, amma yenə də yaxşıdır. Çatanda sizə ön tərəfdən göstərəcəyəm. Soyuq deyə ona elə bilirəm. Maşında rulunda isitmə yoxdur. Demişlər al, demişdim yox.
3-4 günlük qara görə mən ona əlavə 2000 xərc verməyəcəm. Odur ki, nə var ondan razılaşırıq da. Bu arada New Jersey gedəndə yol üstü müştəri aeroporta apardım. Müştəri məndən söhbət elədi, soruşdu hardansan? Deyirəm ki, Azərbaycandanam. Adətən belə çox az halda tanıyırlar, amma son dövrlərdə mən danışdığım insanlarla, əgər onlar dünyaya açılmış insanlarsa, onlar tanıyırlar və son dövrlərdə görürəm ki, Azərbaycanı daha çox tanıyırlar. Yəni əvvəlki dövrlər, məsəl üçün 2022-də kiməsə deyəndə Azərbaycan deyirsən, deyir Azərbaycan, bilmir necə tələffüz eləsin də, heç bilmir necə səslənir, yəni nəinki harda olduğunu bilsin də. Biz məktəbdə oxuyanda bizə ölkələri hamısının paytaxtlarından coğrafiya dərsində keçirdilər axı. Bu ölkədir, paytaxtı budur, ərazisi budur, bunları bilirdik və istər-istəməz biz istənilən ölkənin adını eşidəndə onu düzgün səsləndirmə edə bilirik. Çünki məktəbdə bunun bazasını qoyublar bizdə. Amma mən düşünürəm ki, bu necə şeydir? Bu başqa ölkələrdə yəni bu yoxdur məktəbdə. Coğrafiya dərsində bunları öyrətsinlər ki, bəs bu ölkələrdir, bu paytaxtıdır, nə bilim belə səslənirdi yəni. Yəni məktəbdə bunları keçən uşaqlar məncə bilməlidir. Yəni bu məktəb keçib deyə biləcək ki, bu yəni Azərbaycanda səslənməsi Azərbaycan olsun. Ola bilər o faktor da var ki, hə, yaş faktoru da var. Həmin adam yaşlı idi. Bilməm, mənsə ola bilər, amma adətən şəhərdəki müştərilər ki, soruşanda məndən bəs hardansan, Azərbaycan deyəndə tanıyırlar. Tanımayanda necə deyirəm? Deyirəm ki, bəs Azərbaycandanam. Deyirəm, bu bir Türk ölkəsidir. Belə deyirəm də, deyirəm ki, it's kind of Turkish country, belə deyirəm onlara. Yəni ki, Türk ölkəsi kimidir, yəni Türk dilli ölkə kimidir. Onu belə izah edirəm ona sonra. Sərhədlərimizi deyirəm kimlərlə sərhədimiz var. Məsəl üçün deyirəm, orada bir taktika işlədirəm. Həmişə deyəndə, niyə taktika işlədirəm? Çünki Azərbaycan, Ermənistan Azərbaycandan balaca olsa da, Ermənistanı hamı tanıyır. Sizcə niyə? Çünki yaxşı lobbiləri var, yaxşı bunu reklam edirlər deyə Ermənistanı hamısı tanıyır. Ona görə birinci sərhədlərimizi deyəndə, Rusiyanı da birinci çəkmirəm. Rusiya əslində tanınandır. Amma birinci çəkmirəm çünki bu dəqiqə Rusiyadakı hadisələrə görə, Rusiya ilə Ukrayna hadisələrinə görə bilirəm ki, Rusiyanın qonşusu desəm, hə, belə pis baxırlar. Ona görə ən optimal variant təqdimat üçün birinci qonşularımız deyirəm Ermənistandır, sonra deyirəm Rusiyadır, sonra Gürcüstandır, sonra Gürcüstanı deyirəm ki, Atlanta yox ha, burada ştat var, Georgia ştatı var. Deyirəm, yəni Atlanta, Georgia yox. Deyirəm, başqa ölkədir Gürcüstan, çünki balacada onu tanımaya bilirlər. Amma nəzərə alsaq ki, Merabla İlya kifayət qədər Gürcüstanı tanıdıblar bu arada. UFC döyüşlərinə mən baxırsınız, yoxsa mən baxıram. Qabağıma çıxmışkən dedim sizlə paylaşım. Burada qabaqda görürsünüz, evakuatordur, maşın aparır. Biraz aşağı eləyim. Okay. Bu deməli evakuator maşını yüksək sürətlə sürür. Hansı ki burada 45 maildir. O sürür 50 mayla yaxın. Burada nə baş verir? Bu evakuator bu maşını aparan halda maşın yoldakı yanmaya və yaxud nəyəsə dəyəndə onların vecinə olmur. Bu Amerika reallığıdır. Yəni evakuator maşını götürüb aparanda bu formada onun düşündürmür ki, o düşünmür ki, bu kiminsə əmanətidir, bunu aparıram, səliqə ilə sürüm, normal sürüm, yəni belə bir şey yoxdur. Necə gəldi sürürlər və necə gəldi maşını götürüb hara aparmalıdırsa ora aparır. O evakuatorlar var ki, siz çağırırsınız ki, maşını götürüb harasa aparsın. Yəqin ki, o evakuatorlar fərqli olur, amma bunlar hansı ki, idarələrin, məsəl üçün, maşının pulunu vermirsən, bank göndərir, get evakuatora deyir, get götür, yerindir. Burada kreditinə alınan maşınlarda GPS bir izləyici var.
Həmin o GPS izləyicidən bank evakuatora ünvanı deyir maşın filan yerdədir. Ged maşını götür, gətir. Və bank deyəndə və yaxud hər hansı bir təşkilat deyəndə bunu evakuatorlar gedib nə cür olur olsun onu götürürlər. Buna uyğun videolar YouTube'da, TikTok'da var. Evakuator sürücülərin öz kanalları var. Orada görürsünüz. Adam içində ola gəlib götürürlər və yaxud adam qaçır maşındayca deyir, burax maşınımı, buraxmır. O hallardır ki, onlar maşının borcu olur, vermirlər və kimdə ki, maşının sahibi əslində sən borcu ödəyəndən sonra sən olursan. Ödəməyənə qədər bunun sahibi həmin təşkilatı ki, hardan almışsan. Həmin təşkilat ya bankdır, ya da aldığın avtosalondur. Hansı təşkilatda ki, maşının title'ı, yəni kupçası belə deyim, hansı təşkilatdadırsa, həmin təşkilat evakuatora deyir ki, ged maşını filan ünvandan götür. Məsələn, evakuator çıxıb gələndə artıq ona yolda aktiv GPS var maşında deyə yolda deyirlər ki, maşın filan yerdədir, ged maşını götür oradan. Və o da rahat, dəqiq gəlib maşını dəqiq ünvandan götürür. Və necə götürür, necə aparır, götürəndə buferin zədələyir və yaxud maşına nəysə ziyan vurur. Onlar evakuator sürücülərinə heç bir önəmi yoxdur. Heç bir narahat deyirlər buna görə, yəni maşına rahat ziyan da verə bilirlər. Bu Amerika reallığıdır, dedim sizə, bunu da çatdırım. Əslində idman zalına çatmışdım. İdman zalının qabağında artıq avtomobildən maşından düşəndə maşın atmışam halen bir-birinə. Maşından düşəndə dostum zəng elədi ki, bəs getmirsən mənə niyə deməmsən, mənə niyə oyatmamısan? Gəl canavar, gəl. Budur, gəldik, çatdıq. Gəldik. Hey, good morning. Belə bir yerdir. Ünlü görüntü göstərirəm sizə. Qeydiyyat bölməsində skan var. Skan eləyirsən. Belə bir baseyn var. Orada jacuzzi da var. Qaçış aparatları, trenajörlər. Mənim qaçış aparatları xoşuma gəlir. Orada balaca mini tenis kortları da var. Yaxınlaşdıraq. Burada şüşənin arxasında oynayırlar. Burada göstərim sizə. Baxın, hamısı yaşlı adamlardır. Vaxtlarını keçirirlər. Bizdə yaşlı adamlar necə keçirir vaxtın, burada necə keçirirlər. Burada su içməyə yerləri, salfetka təmizləməyə maraqlı yerdir. Gedək soyunub geyinmə otağına. Burası soyunub geyinmə otağıdır. Orada belə şkaflar var. Seçirsən boş olanı. Bura boşdur. Belə bir yerdir. Bura saunadır. Gördüğünüz yer saunadır. Burada ayak yolları var. Burada duş kabinleridir. Kendini sesini bunu artırırıq. Bu nedir? Bu jacuzzi'nin böyle bir baseynli, böyle bir jacuzzi. Direkt isti jacuzziye.
Çox isti olur. Amma gələndə birinci bura girirəm. Orada belə bir quşlar var. Açırsan, yolursan orada. Sonra girirsən. Bu əlilliyi olan insanlar üçündür. Onlar bura oturub, orada olan pultla bura endirilir. Həmçinin baseynin yanında da avadanlar var. Adamı oturturup baseynə salıb çıxartmalıdır. Yəni əlilliyi olan insanlar da jacuzzidən və baseyndən istifadə edə bilirlər. Adam çox olanda bir xəttin içərisində 2 nəfər, 3 nəfər bu formada üzürlər. Belə adam olanda da, az olanda da belənçinə hərə girir, özü üçün bir liniyada üzür. Burada belə bir şeylər var. Üzməyə kömək eləməyə, üzməyə öyrətməyə bu tip şeylər var. Məsəl üçün bu tip şeylər var. Bunlar üzməyi bacarmayan adamlar üçündür. Beləncə bir yerdir. Baxın orada görürsünüz ki, əlillər üçün var yer. Burada da əlillər üçün var və bu əlilləri baseynə, yəni əlillər deyəndə pis səslənir. Fiziki məhdud insanları baseynə və yaxud jacuzziyə endirmək üçün vasitələrdir. Pultdan idarə olunur və enir baseynin içinə, bura baseynin içinə enir və qalxır beləncə rahat formada. Biraz üzdüm. Çox təngi nəfəs alıram. Çünki təzə başlamışım. 3-cü gündür gəlirəm. Bir neçə aydır, bəlkə də 1 ildir idmanı buraxmışam. Ona görə həm də kökəlmişəm, çox kökəlmişəm. Ona görə indi planımdadır ki, araqlayım, özümü normaya salın və siz də buna şahid olacaqsınız. Belənçinə adam oturur burada və buradan pultdan idarə olunur. Gəlir, girir, onun içinə. Bu pultudur. Onu gətirir, jacuzziyə salır və yaxud baseynin içinə salır. Burada belə baseynə salmalıdır. Çox qala bilmədim baseyndə, jacuzzidə. Ürəyimi sıxdı, çox qala bilmədim. Ona görə gedirəm duşa. Burada əlilliyi nişanı görürsünüz orada. Bu fiziki məhdud olan insanlar üçün burada duşlarda oturacaq var. Burada hazır şampun var belənçinə. Yəni hazır şampundan da istifadə edə bilirlər. Şampun bütün yerlərdə var bu formada, amma fiziki məhdud olan insanlar üçün həm əl tutmağa yerlər var, həm də daha fərqlidir. Duşda bu birlər kimi deyir, görürsünüz. Saçımı qurudum. Belənci. Bugün plus 200 qram arıqladım. Bütün eşyalarımızı papaq düşdü, söyle. Papaq düşdüsə, söhbət dəyişdi. Necədir? Oldun, bildiğin taksi şoförü. Qəşəng, getdik. Məşqimi yekunlaşdırdım. Çıxıram. Burada da istədiyin proteinli və kalorisi az olan qidalar və yaxud burada lazım olan şeylər satılır. İstədiyin növ burada var. Məsəl üçün divarda göstərim. Kalorisi az olan içkilər və yaxud yeməklər, bu tip şeylər satılır. Təbii ki, bu yerlərdə qiymətlər baha olur. Görürsünüz ki, hər şey açıq qoyulub çöldə. Heç kim burada götürüb getməz. Yəni heç kim dəymir. Ən çox burada fitnessdə görəcəyiniz şey yaşlı adamlardır. Yaşlı adamlar fitnessdə rahat gəlib məşq edirlər. Bilmirəm, bunlarda adətdir, yoxsa nədir, amma bu çox gözəl bir şeydir. You have a good day, guys. Gedirik evə, çörək yeyək, zavtırıq eləyək, nahar eləyək. Axır ki, yemək yeyək də. Gəldik evə. Görək nə var yeməyə. Aldenik boşdur. Yeməyə burada blençikimiz var. Yeməkləri hamısını hazır alırıq. Burada özbəklərdə satırlar. Özbəklərin mağazasından hazır alıb evdə qızdırırıq. Hər bir şey, istədiyin hər bir yeməyi gördüyünüz kimi belə alırıq. Burada plovdur.
Limon çox olmasının səbəbi limon yeməyimizdir. Limon çox yeyirik ona görə. Hər yerdə də limondur. Bu da yeməyimiz. İndi oturub səhər yeməyin yiyəcəyik. Burada bilinçikli içində tvarog var. Bu Gerkulesdən hazırlanıb. Burada un məmulatı yoxdur. Bu da zeytundur. Xoş deyirəm. Turetskidir. Bu da bal. Bu da oldu zəif bir zavtrıq. Gedək maşınları yuduzduraq. Biraz avaralanaq. Biraz orada, biraz burada vaxt keçirək. Görək nə olur da. Niyə deyirəm biraz avaralanaq? Çünki həqiqətən yəni işimizi görən vaxt ayrıdır. Dincələn vaxt ayrı. İndi qarışıqdır da. Həm dincələn, həm iş olan vaxtdır. Amma xəritəyə baxdım ki, xəritə gördüm çox zəifdir. Yəni iş üçün zəifdir. Buna görə qərara aldım ki, gedim bizim həm ustaya deyim, həm maşını yuduzdurum. Usta türk dilində gedib arada danışırıq. Nə var, nə yox. Elə belə görüşməyə, nə var, nə yox eləməyə. Usta nə edirsən? Nə var abicim? O belə ona yaxınlaşır. O həmişə o bir neçə dil bilir. Avtobus dayandı. Yol veriyor avtobusa. Həmin ustamız, o türk olan usta bir neçə dili bilir. Ərəb dilini bilir, Kürt dilini bilir, türk dilini, İngilis dilini təbii ki. O çox dil bilməkdən, onda Rus dilində bilir hətta. Çox dil bilməkdən onda danışında belə şeylər yaranır. Adamın xoşuna gəlir, danışanda qulasını verir. Nə var abi, nə yapıyorsun, nasılsın abi? Elə bil yiyir sözləri, belə maraqlı səslər. Ona görə gedirik biraz ondan zarafatlaşırıq. Vaxt keçiririk ondan belənçinə. Ondan sonra da çox güman ki, başlayacağım işə. Bu günlük bu qədər. Özünüzə yaxşı baxın. Ümid edirəm baxdığınız videolar xoşunuza gəlir. Xoşunuza gəlmirsə də, gəlirsə də yenə ya like eləyin, ya da ki like eləyin. Ya komment yazın, ya da yazın da. Yəni axı ki bir şey eləyin də orada. Təzəyəm deyə istəyirəm ki kanal artsın. Ki görən çox olsun kanalı. Bu kanalın başqa kanallardan fərqi olacaq ki, mən qeyri-adi şeylər eləyəcəm, qeyri-adi. Məsələn, əl üstə qalacağım siz üçün. Əl üstə qalmaq, onsuz da bacarıram, prosta deyirəm, yəni siz üçün qalacağım, əl üstə. Hələlik özdə yaxşı baxın. Növbəti video vlogumda görüşərik.